Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiyayı vel mursalin. Nebina Muhammedin ve ala alihi ve ashabihi ecmain amma ba'd. Mühterem ve değerli Müslümanlar. Biz Allah'a hamd olsun ki artık Şaban ayına daxil olduq. Şaban ayı daxil olma o deməkdir ki, yəni artıq Ramazan ayı demək olar ki, çox yaxındır. Yəni bu aydan sonra artıq Ramazan ayı daxil olur. Və hər bir müsəlman çalışmalıdır, öyrənsin, bilsin. Bəzi aylar var, bəzi günlər var ki, o gündə xüsusi əməllər var. Peyğəmbər sallallahu əleyhi və səlləmdən varid olub. Həmçinin müsəlmanlar üçün bir fürsətdir. Günahların bağışlanmaq üçün, Allah qatında dərəcələrinin yüksəlməyi üçün. Bu ayda da həmçinin biz Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatına baxanda görürük ki, bu ayda Peyğəmbər sallallahu əleyhi və səlləm nəyə üstünlük verib? Nə eləyib? Məsələn, hədisdə gəlir ki, necə ki, Usame ibn Zeyd radiyallahu anh rivayət edir ki, deyir, mən Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdum ki, səni heç bir ayda Şaban ayında tutduğun qədər oruç tutan görmədim. Yəni, sual verir. Yəni, səbəbini soruşur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Şaban ayı Rəcəb ayı ilə Ramazan ayının arasında olan bir aydır ki, insanlar o ayda qəflətdə olur. Və həmçinin Şaban ayında əməllər aləmlərin Rəbbinə yüksəlir. Mən də sevirəm, istəyirəm ki, mənim əməllərim oruclu olan halda nədir? Allaha yüksəlsin. Həmçinin möminlərin anası Ayşə radiyallahu anh'a rivayət edir ki, necə İmam Buxari və Müslim rivayət edib hədisi ki, bəzən biz Peyğəmbər sallallahu aleyhi və səlləmin o qədər oruç tutduğunu görərdik ki, hətta fikirləşərdik ki, bu iftar eləməyəcək. Bəzən də o qədər iftar eləyərdik ki, biz fikirləşərdik ki, o oruç tutmayacaq. Və həmçinin buyuruşur möminlərin anası Ayşə radiyallahu anh'a, فَمَا رَأَيْتُ رَسُولَ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمَ اِسْتَكْمَلَ سِيَامَ شَهْرًا إِلَّا رَمَضَانِ. Mən deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin Ramazan ayından başqa bir ayı tamamladığını görmədim. Yəni, orucu axıra qədər oruç tutduğunu görmədim. Həmçinin buyurur ki, وَمَا رَأَيْتُهُ أَكْثَرَ سِيَامًا مِنْهُ فِي شَعْبَانِ. Və həmçinin Şaban ayından da başqa bir aylarda daha çox oruç tutduğunu görmədim. Yəni, ən çox Şaban ayında daha çox oruç tutduğunu gördüm. Ondan başqa ayları nədir? Görmədim ki, Şaban ayı qədər oruç tutar. Demək, bu hədis ikisi də nəyə dəlalət edir? Bu ayda çox oruç tutmağa. Həmçinin, qardaşlar, oruç tutmaqda da nə üçün? Məsələn, xüsusən Şaban ayında oruç tutmaq. Necə hədisdə qeyd olunur ki, əksər insanlar qəflətdə olur. Məsələn, Rəcəb ayında çalışırlar, Muharrem ayı olduğuna görə. Artıq Şaban ayında səhlənkarlıq olur. Və bəzi müsəlmanlar görsən fikirləşir ki, Ramazanı gözləyirlər ki, Ramazanda ibadət eləyərik. Lakin sələfin həyatına fikir verəndə görürsən ki, bu məsələyə belə yanaşmıyor. Başda Peyğəmbər sallallahu aleyhi ve səlləm, sahabələr və həmçinin onun yoluna tabi olanlar. İbn Qayyim rahiməhullah buyurur ki, ən xeyirli, müstəhəb ibadətlər Ramazandan əvvəl və Ramazandan sonra edilən ibadətlərdir. Həmçinin Ramazanın əvvəli və sonrası tutulan oruclar vacib namazlardan əvvəl və sonra qılınan sünnət namazları dərəcəsindədir. Necə ki, sünnələr vacib namazlardakı əksiklikləri tamamlayır, eləcə də Ramazandan əvvəl və sonra tutulan oruclar da Ramazan orucunu tamamlayır.
Demək, Ramazandan əvvəl və sonra oruç deyəndə nə qəsd olunur? Ramazandan əvvəl Şaban orucları və həmçinin Ramazandan sonra isə nədir? Şəvval ayının orucu gəlir 6 gün. Bunlar nə üçündür? İbn Qayyim rahimehullah buyurur ki, necə ki fərz namazlarından əvvəl və sonra sünnə ibadətləri var, hansı ki namazda olan bəzi qüsurları tamamlayır. Bunu da həmçinin qiyas eləyir, müqayisə eləyir ki, bu oruclar da həmçinin Ramazan ayında olan qüsurları tamamlayır. Və həmçinin qardaşlar, bu ayda əsas xüsusən elm əhli gətirir, xüsusən 3 önəmli məsələyə görə bu ayda oruç tutulur. Birinci önəmli məsələlərdən biri odur ki, bəzi insanlar bu aya qarşı qəflətdə olurlar. Və insanların qəflətdə olduğu vaxt edilən ibadət daha fəzilətlidir. Nəinki cəmaət halında olunan ibadət. Və həmçinin ikinci səbəblərdən bu ayda illik əməllər Allaha yüksəlir. Ona görə müsəlman çalışmalıdır ki, o səhifələrdə yaxşı əməllər olsun. Və xüsusən də oruç tutmaq xüsusi əzəmətli ibadətlərdən də Allahın sevdiyi. Və həmçinin orucda həmçinin nemətlərdən biri də odur ki, riyan olma ehtimalı az olur. Və həmçinin üçüncü əsas səbəblərdən də biri nədir? Peyğəmbər sallallahu aleyhi və səlləmin əməli. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Şaban ayında oruç tutduğu kimi başqa aylarda oruç tutmayıb. O qədər. Və həmçinin hikmətlərdən, qardaşlar, Şaban ayında oruç tutmaq, Ramazan orucunu gözəl şəkildə yerinə yetirmək üçün hazırlıqdır. Artıq insan öz nəfsini özünü hazırlayır Ramazan ayına. Və həmçinin görürsən, o müsəlmanlar ki, sünnə oruclarını tutur, onlar üçün Ramazan ayı ağır olmur. Lakin o müsəlmanlar ki, ancaq Ramazanda oruç tutur, Ramazan ayı neçə gün əziyyət çəkirlər. Nə üçün? Çünki bir ildə oruç tutmurlar onlar. İldən ilə tuturlar. Həmçinin hikmətlərdən Ramazan bayaq qeyd elədik. Şaban ayının orucu Ramazan oruclardan əvvəl və sonra nədir? Sünnə orucu kimidir. Həmçinin Şaban ayında oruç tutmaq imanın qüvvətinə dəlalət eləyir. Ona görə o müsəlmanlar ki, Ramazandan əvvəl özlərini hazırlayırlar, ibadətdə keçirir, bu ona dəlalət eləyir ki, o iman əhlidir. İmanın güclü olmasına dəlalət eləyir. Həmçinin qardaşlar, sələflər deyər ki, Rəcəb ayı, yəni Şaban ayından əvvəlki ay, əkin ayıdır. Şaban ayı onu suvarmaq, Ramazan isə nədir? Əkini biçmək ayıdır. Ona görə kim əkməzsə, sonra əkdiyini suvarmazsa, heç nə əldə eləməz. Həmçinin qardaşlar, sələf bu ayda xüsusən başqa işlərini saxlayardılar və çoxlu Quran oxuyardılar. Və həmçinin malların zəkatlarını çıxardardılar Şaban ayında. Məqsəd də kasıb müsəlmanların Ramazana hazırlanmağı üçün. Və həmçinin bu ayda xüsusən Peyğəmbər sallallahu aleyhi və səlləmlə gəlir ki, Əbu Musa Əl-Əşəri radiyallahu anh rəvayət edir ki, Yəncili Rabbuna iləs-səmai dünya leylətən nisbi minə Şaban fəyəğfiru li əhlil ardı illə müşrikin av müşahin. Əbu Musa Əl-Əşəri radiyallahu anh rəvayət edir ki, Şaban ayının ortasında gecə Allah subhanahu ta'ala dünya səmasına enər və yer əhlinin hamısını bağışlayar. Yalnız istisna eləyir iki şey. Müşrik, hansı ki ibadəti Allahdan qeyrisinə sərf eləyən və həmçinin müşahin. Müşahin sözün mənası nə deməkdir? Necə məsələn İbn Əsir rahimehullah buyurur ki, yəni düşmənçilik eləyən, müsəlmanlara qarşı düşmənçilik eləyən kəs istisnadır. Həmçinin müsəlmanlara nifrət eləyir, düşmənçilik eləyir. Həmçinin küslüyü qeyd eləmək olar, nifrət eləyir. Və həmçinin müşahin mənalarından İmam Ovzai rahimehullah buyurur ki, müsəlman ümmətini bölən, parçalayan
bidətçi, bidət sahibi. Yəni bu iki insandan başqa, bu iki sinif insanı istisnadan başqa Allah Subhanahu taala yer əhlini bağışlayır. Ona görə müsəlman gərək ehtiyatlı ola. Şirkdən çəkinə. Həmçinin bidətdən çəkinə. Görürsünüz, bidət xüsusən burada da. Kim bidətçidirsə onun əmələ qəbul olmur. Çünki Allah Subhanahu taala ibadəti iki şərt üzərində qəbul edir. Bir, ixlas. İkincisi nədir? Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə müvafiq olmaq. Və həmçinin bu ayda olunan bidətlər var bəzi. Görürsən ki, bəzi müsəlmanlar xüsusiləşdirir. Məsələn, Şaban ayının ortasını gözləyirlər ki, gecə vaxtı uzun-uzadı gecə namazı qılırlar. Bu bidətdir və bu barədə varid olunan xüsusiliyinə aid varid olan hədislər el-məhəlli buyurur ki, zəifdir onlar. Ona görə xüsusiləşdirmək lazım deyil ki, gözlüyüm Şaban ayının 15-də çoxlu Quran oxuyaram və ya gecə namaz qılaram və ya xüsusi oruç tutaram imin o günü. Elhamdülillah, Şaban ayı girdisə ümumən çalış oruç tutmağı çoxalt. İstər, məsələn, bir müddət tutdun, sonra dayana bilərsən, sonra bir müddət tuta bilərsən. Və həmçinin xüsusən bu ayın sonunda, Şaban ayın sonunda, hansı ki, Ramazan ayının girməyi ehtimal olunur, şək olunur ki, Ramazan ayı girib girməyib. Və bu barədə də oruç tutmaq barəsində qadağa var. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, hədisdə gəlir ki, deyir, kim Ramazanın girmə vaxtı, şübhə olunan vaxtı ki, Ramazan ayı girib girməyib, bir gün və 2 gün və ya bir gün qalmış, şübhə olunan vaxt oruç tutarsa, artıq əbəl qasimə, Peyğəmbər sallallahu aleyhi ve sellem asi olmuşdur. Yalnız istisna kimi deyir? Adəti üzərində oruç tutanlardan başqa. Yəni o müsəlmanlar ki, daim oruç tutur, o günə təsadüf eləsə belə, bu ona aid deyil. Ona görə elhamdülillah, bizim üzərimizə düşən odur ki, bu ayda qəflətdə olmayaq, həm özümüz və həmçinin ailəmizi qəflətdən oyadaq və həmçinin Ramazana hazırlıq görmək lazım. Ona görə müsəlman, elhamdülillah, aktiv olmalıdır və bu ay barəsində Peyğəmbər sallallahu aleyhi və səlləmlə varid olan hədisləri ətrafında olan müsəlmanlara çatdırmalıdır ki, onlar da qəflətdə olmasın və xüsusən də birinci başlamalısan ailəndən. Və həmçinin xüsusən qardaşlar, o müsəlmanlar ki, səhlənkarlıq eləyib, məsələn, və ya bəzi səbəblərə görə Ramazandan, keçən Ramazandan qəzası qalıb. Ona görə çalışsın ki, Ramazan ayı girməmiş, o qəzaları tamamlasın, tutsun. Bu da xüsusəndir. Çalışın, əlhəmdə Ramazan ayı girməmiş, kimin üzərində Ramazan qəzası varsa və onun ciddi üzrü yoxdursa, qəzasını tamamlasın. Xüsusən də əlhəmdə indi nemət içərisindəyik, demək olar ki, artıq qış fəslidir və yay fəsli kimi deyil, asandır. Və həmçinin qardaşlar, buradan tövsiyə edirik o qardaşlara ki, 15 il, 20 il, bəlkə də 25 il ibadət eləyirlər. Vaxtlarını hər şeyə sərf eləyirlər, lakin hələ Quran-ı Kərim oxuya bilmirlər. Bu, təbii ki, Allah və Rəsulunu sevirəm deyə iddia edən bir insan üçün eyibdir. Çünki necə sən Allah və Rəsulunu sevirsən ki, Allahın sənə göndərdiyi mübarək kitabı, Quran-ı Kərimi hələ nəinki başa düşmək, üzündən oxumağı bilmirsən. Bəzi müsəlmanlar var, görürsən uşaqlarla fəxr eləyir ki, uşaqlarım İngilis dilini bilir, Rus dilini bilir. Həmçinin onlar üçün xüsusi müəllimlər, müəllimələr tutur və xüsusi maaş ayırır onlara. Nə üçün? Qeyri-müsəlmanların dillərini öyrənmək üçün. Düzdür, əlhəmdə müsəlmanın başqa dilləri öyrənməyi problem deyil. Xüsusən, əlhəmdə gələcəkdə dəvət üçün və s. Lakin əgər bir müsəlman, Allaha iman gətirən bir müsəlman, Allahın kitabını oxuya bilmirsə və ona vaxt ayıra bilmirsə, uşaqlarına Quran müəllimi tuta bilmir, ayırır onu İngilis dili müəllimə və ya Rus dilinə, bu artıq onun üçün böyük bir eyibdir. Ona görə əlhəmdə çalışsın, xüsusən Ramazan ayı yaxınlaşır, Quran-ı Kərim nazil olub, o ayda Quran-ı Kərim oxumağın böyük fəziləti, savabı var. Oxumaq çətin deyil, sadəcə vaxt ayırmaq lazımdır. Allahdan istəmək lazımdır, ixlasla Allaha dua eləmək və həmçinin müəllim axtarmaq
müəllimlərdən, Quran-ı Kərim öyrədən, sələfi müəllimlərdən möhkəm yapışmaq ki, onlar sənə fayda versin, öyrətsin. Allah Subhanahu taala bizi Ramazan ayına yetişdirsin. Bizi eşidib faydalanlardan eləsin. Yenə də olsun Allah bilər. Və sallallahu və səlləm alə nəbinə Muhammedin və alə alihi və sahbihi əcməin.